Və İsa qadını amma eşitmək istəmir. Maraqlıdır. Çağırır, uzaq deyil. Hətta orada görür ki, şagirdləri qayıdır ki, ya Rəbb, axı çığırır axı. Şagirdləri belə İsa'ya yalvarırlar və onu saxlayırlar İsa'nı. Fikir verin. Və şagirdlərin sözünə görə İsa dayanır. Hətta orada Rəbb qayıdıb şagirdlərinə qayıdır ki, deyir, mən İsrail xalqının itmiş qoyunlarının yanına göndərilmişəm. Yəni, qoyun deyəndə Rəbbimiz İsa Məsih müqəddəs yazıda özünü çobana bənzədir. Çoban qoyununu nədən qoruyur həmişə? Canavarlardan. Elə deyilmi? Yırtıcılardan. Hə? Hansı sürünün çobanı qorxaqdırsa, yatarsa, nə olacaq? Qoyunu oğlanacaq, parçalanacaq. Amma bizim Rəbbimiz oyaq oldu həmişə. Biz yatsaq da o yatmır. O həmişə oyaqdır. Biz şirin yuxuda olanda da evdə, yatanda da o yatmır. O bizi qoruyur iblisdən. İstər yuxuda, istər fikirlərdə, düşüncələrdə o bizi qoruyur. Və həmin o canavar biz kimdir? Bu dünyada olan şeytan, iblis.